Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 36-cı paragraf, yəni xarici siyasətdə uğurla 21-ci əsrin əvvəllərindən. Deməli, İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra Heydər Əliyevin siyasi kursuna uğurla davam etdirir. Azərbaycan Respublikasının Türkiyə ilə münasibətləri strateji tərəfdaşlığa və qarşılıqlı yardıma əsaslanır. Bu əməkdaşlığın, bu əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi məqsədi ilə Türkiyə ilə Azərbaycan Respublikası arasında 2010-cu ildə Bakı şəhərində strateji tərəfdaşlıq və qarşılıqlı yardımlılıq haqqında müqavilə imzalanmışdır. Elə Türkiyə bu yardıma da, bu müqaviləni rəhbər tutaraq 44 günlük vətən müharibəsində Azərbaycana dəstək göstərilmişdir. Sonra Türkiyə prezidenti Ərdoğanın 2021-ci ilin iyununda, deməli Azərbaycana səfəri zamanı Şuşada Azərbaycan Respublikası ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalanır. Deməli 2021-ci ilin iyununda imzalanır bu və bu da 1921-ci il müqaviləsinə sadiqliyi, Qaş müqaviləsində də yəni sadiqliyi nümayiş etdirir. Sonra deməli həmçinin 1994-cü il, 2010-cu ildə elə müqavilələrinə əsaslanır bu müqavilə. Sonra şimal qonşumuz Rusiyadır. Rusiya ilə münasibətlər normal olmuşdur. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında olan müharibə zamanı Azərbaycan hər iki tərəflə münasibətlərini, yəni normal münasibətlərini qoruyub saxlaya bilibdir. Sonra 2022-ci ildə deməli İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı Moskva bəyannaməsi imzalanır. Sonra İranla münasibətlər 2004-cü ildə Təbrizdə deməli Azərbaycan Respublikasının konsulluğu açılır. 2010-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda olan samitində Azərbaycan, İran və Türkiyə Xarici İşlər Nazirləri arasında mütəmadi görüşlərin keçirilməsi qərarı alınır. Amma Qarabağ müharibəsində deməli hansı ki Azərbaycanın zəfərinə həzm edə bilməyən İran hədələyici addımlar atmışdı. Sonra Gürcüstanla da münasibətlər uğurla davam etdirilir. Azərbaycan nefti və qazının elə Gürcüstan vasitəsilə dünya bazarına çıxarılması elə Gürcüstanın özünün də iqtisadiyyatına çox böyük fayda vermişdir. Sonra deməli qonşularımızdan sonra Pakistanla İsraillə, yəni bunlar qonşularımız olmasa da bizim, sərhəd dövlətlər olmasa da bunlarla, amma 44 günlük vətən müharibəsində onlar da öz köməklərini göstərmişlər. Sonra indi beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışaq. Deməli Avropa İttifaqının şərq tərəfdaşlığı təşəbbüsü, bir də ki yeni qonşuluq bu proqramları çərçivəsində NATO-nun da sülh naminə tərəfdaşlıq 94-cü ildə qoşulmuş sonra. Bax bu proqramlar çərçivəsində əməkdaşlıq edir Azərbaycan. Sonra 2011-ci ildə Azərbaycan deməli yüksək səs çoxluğu ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir. Baxın, qeyri-daimi üzvü olur. 15 dənə daimi üzvü vardı. Onlar dəyişmir ittifaq. Sonra deməli Türkdilli ölkələrində dövlət başçılarının 2009-cu ildə Naxçıvanda görüşü keçirilir. Həmin o Naxçıvanda görüşdə Naxçıvan sazişi imzalanır. Bu sazişə də deyilir ki, deməli 2012-ci ildə artıq Türkdilli dövlətlərinin əməkdaşlıq şurası yaradılır bu sazişə əsasən. Sonra bu Türkdilli dövlətlərin əməkdaşlıq şurasının əsas məqsəd və vəzifələri elə bu Naxçıvan sazişində müəyyən olunmuşdur. 2021-ci ildə isə bu Türkdilli dövlətlərin əməkdaşlıq şurası İstanbulda samit keçirir, zirvə görüşü keçirilir. Həmin o zirvə görüşdə Türk Şurası Türk dövlətləri təşkilat adlandırılmışdır. Sonra Bursada keçirilir növbədənkənar sessiya, iclas olur. Həmin bu iclasda Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Sonra 2024-cü ilin iyulun 6-sında da Şuşa şəhərində Türk dövlətləri təşkilatlarının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilir. Görüşün yekununda isə deməli bu təşkilatın üzvləri tərəfindən Qarabağ bəyannaməsi imzalanır 2024-cü ilin iyulun 6-sında. Sonra 2011-ci ildə qoşulmama hərəkatına üzv olur. 2019-22-ci illər isə ona rəhbərlik edir, sədrlik edir, amma onun vaxtı sonra 2023-ə qədər uzadılmışdır. İndi Qarabağ münaqişəsi xarici siyasətdə. Deməli 2004-cü ildə artıq prezident İlham Əliyevin göstərişi ilə informasiya müharibəsində müdafiədən hücum diplomatiyasına deməli keçilir artıq və Ermənistan rəhbərliyi ilə bilir ki, o həmin zaman deməli Qarabağ Ermənistandır və nöqtə.
bu ifadəni işlədir. Artıq bu ifadə onu göstərir ki, artıq sülh danışıqları üçün bütün yollar bitmişdir. Ona görə də 2020-ci ilin sentyabrında ermənilərin növbəti təxribatına deməli Azərbaycan ordusu da cavab verir. Azərbaycan tərəfi cavab olaraq öz torpaqlarını, yəni düşmən tapdağından azad edir. Cəmi 44 gün ərzində torpaqlarımız düşmən tapdağından azad edilmişdir. İzahımız bu qədər. Sağ olun.